Deməli, bəzi müştərilər deyir ki, bunu üstündə pay versən olarmı və yaxud bunu manqal alsa. Ana bir dənə video çəkim. Deməli, biz manqalı, yəni dediyim kimi, keçən videolarda dedim, manqalın üzərində o qədər pul tutmuruq ki, mən bunlardan hansısa birini pay vereyim. Bunların üzərində elə güclü pul qoymuram ki, bunu məsəl üçün pay verim. Mən bunu üstündə güclü pul qazanmaqdan ötürü yox, sadəcə müştərimizə, bizdən manqal alan müştərilərimizə rahat olsun. Bir də gedib axtarmasınlar ki, çünki dəfələrlə olub müştərimiz soruşur, bəs kömürü hardan ala bilərəm, yoxsa şişə hardan ala bilərəm? Yəni baltanı hardan ala bilərəm? Əsas şiş soruşurlar. Yəni, ona görə gətirdim ki, bax bu şişdir, biraz kreativ, nə deyirlər, savokdur rus dilində, azından xəkandaz. Kömür qıranda sırf neyjaveykadan. Bunlar onun üçün gətirdim ki, rahat olsun. Yəni müştəri bir də gedib başqa yerdə axtarmasın. Manqalı buradan aldınız, bunları da elə buradan alıb çox rahat gedə bilərsiniz. Bu da sırf kabablıq bıçaqdır. Deməli, bu şişi təmizləməkdən ötürüdür. İndi bir əlimlə çəkirəm, göstərə bilmirəm. Bu əti şişdən çıxartmaqdan ötürüdür. Bu qapaq açılır, bu bıçaqdır, bu indi bilirik. Bir də ət kəsən balta. Ət kəsən balta. Qiymətlər də soruşa bilərsiniz.